Şəhid olduqdan sonra yeni doğulan körpəsinə Şuşa adı verilən Azərbaycan ordusunun kapitanı Ağayev Elçin Zakiroğlu 1993-cü il iyulun 7-sində Cəlilabad rayonunun Günəşli kəndində anadan olub. Orta təhsilini Cəlilabad rayon Günəşli kənd 1 saylı tam orta məktəbində alan Elçin Ağayev 2011-ci ildə Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil olub. 2015-ci ildə təhsilini başa vuraraq leytenant hərbi rütbəsi alır və peşəkar hərbiçi kimi fəaliyyətə başlayır. Həmişə düşmənlə üzbəyüz xidmət etmək arzusunda olan Elçin öz xahişi ilə xidmətini cəbhə bölgəsində davam etdirir. O 4 il bölmə komandiri vəzifəsində xidmət edib. Azərbaycan ordusunun baş leytenantı olan Elçin Ağayev 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 6-sında Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Ağayev Elçin Cəlilabad rayon Günəş kənd qəbirstanlığında təntənəli mərasimlə dəfn olunub. Ailəli idi, 3 övladı yadigar qalıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Ağayev Elçin Zakiroğlu ölümündən sonra vətən uğrunda Suqovuşanın azad olunmasına görə, Laçının azad olunmasına görə və igidliyə görə medalları ilə təltif edilib.